9-cu sinif dərsliyi, oxu materialı, səhifə 14. Whittier, Alyaska, USA. Whittier, Alyaska, Birləşmiş Ştatlar. Whittier is an unusual town because all its residents, around 200 people, live in the same building. Whittier qeyri-adi şəhərdir. Çünki onun bütün sakinləri, təxminən 200 insan, eyni binada yaşayır. There isn't a shopping center in Whittier, but there is a small supermarket there. Burada, Whittier'da alışveriş mərkəzi yoxdur. Amma burada balaca supermarket var. In the building, you can also find a hotel, a restaurant, and a school. Binada sən otel, restoran və məktəb tapa bilərsən. You get to the school through a tunnel under the ground. Sən məktəbə yerin altı ilə tunel vasitəsilə gedə bilərsən. Why? Because it's very cold in Alaska. Niyə? Çünki Alyaska çox soyuqdur. Thames Town, China. Thames şəhəri, Çin. The River Thames is in England. So, Thames Town is an English town, right? Temza çayı İngiltərədədir. Buna görə də Temza şəhəri də İngiltərədədir. Doğrudurmu? No, that's wrong. Yox, bu doğru deyil. It is in China, near Shanghai, but the streets and shops look English. O, Çindədir, Şangay yaxınlığında. Amma onun küçələri və mağazaları İngiltərədəkinə bənzəyir. The street names are also in English. Həmçinin adlar da, küçə adları da ingiliscədir. Oxford Street, Chelsea Street, Oxford küçəsi, Chelsea küçəsi. There are telephone boxes on the street and you can see a statue of Harry Potter there. Burada küçələrdə qırmızı telefon köşkləri də var və sən burada Harry Potter'ın heykəlini də görə bilərsən.